söhbət gedir. Neyse, davam edəcəyik. Günə davam deyirik, gününüz uğurlu olsun deyirik. Elə pensiya yaşına çatmış insanlardan danışdıq. Elə orada da gördük ki, nəbələri ilə parkda gəzmək istəyirlər. Heç bir şərait yoxdur. Ələt qəsəbəsindən söhbət gedir. Və bununla bağlı da biz elə mövzumuzda bir keçid almaq istəyirəm. Bilmirəm, çox təsirlədi mənə bu sujet. Amma yenə də pensiya təminatı, pensiya təyinatı, ünvanlı sosial yardım kimə veriləcək? Bax, bu kimi suallar formalaşır hamıda. Və hamının da özünə uyğun bir cavabı olur. Amma biz rəsmi nümayəndələr dəvət etdik ki, rəsmi nümayəndələrimiz elə bu mövzuya özləri cavab versinlər. Ona görə də qarşılayırıq. Sahil Aslanov, Pensiya Təminatı Departamentinin şöbə müdürü, Elmin Əliyev, Sosial Ödənişlər Departamentinin aparıcı mütəxəssisi bizimlə bərabərdir. Xoş gəldiniz, səfa gətirmişsiniz. Mövzu ilə bağlı az öncə danışırdıq biz. İnsanlara əsasən narahat edən, onların marağında olan suallara mən nəzər saldım və sizə bildirdim bu məqamları. Ümumilikdə pensiya yaşı, pensiya çıxma şərtləri necə nizamlanır, necə təyin olur? Gəlin əvvəlcə bundan danışaq, daha sonra detallı pensiya yaşına çatmış insanları narahat edən sualları da ünvanlayacaq. Bəli, çox sağ olun, təşəkkür edirəm. Əyləşə də bilərsiniz, ayaq üstə necə rahatçısa elə olsun. Buyurun. Yaxşıdır, rahatdır, təşəkkürümü bildirirəm. Bildiyimiz kimi Əmək Pensiya Haqqında Qanunun 7-ci maddəsinə əsasən hazırda kişilər 65 yaşında, qadınlar isə 64 yaşında pensiya hüququ qazana bilərlər. Burada həmin yaş həddinə çatmış şəxslər üçün tələb olunan şərtlər fərdi hesabında tələb olunan kapitalın olması və ya 25 il sosial sığorta stajının olması, iki şərtdən birinin olması və pensiya yaş həddinə çatması kifayət edir ki, onlar əmək pensiyası hüququ qazansın. Və müraciət etmək üçün, misal üçün pensiya yaşı çatıb, əmək kitabçası var, amma hara müraciət edəcəyini bilmir, ona təyin olunan pensiyanın miqdarını öyrənə bilmir. Bunun üçün hara müraciət edə bilərlər və müraciət etmək üçün başqa nələr lazımdır onlara, hansı sənədlər mütləq olmalıdır? Bəli. Bu arada qeyd edeyim, əmək kitabçasını itirmiş insanlar da ola bilər. Yəqin ki, arxiv məlumatlar var. Bəli, ilk öncə onu qeyd edim ki, Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri və eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri ciddi artıq tam avtomatlaşdırmaya doğru gedir və burada qeyd etdiyim pensiya yaş həddinə çatmış şəxslər, yəni kişilər 65, qadınlar 64 yaş həddinə çatmışdırsa, fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 iyul tarixində pensiya kapitalı qeydə alınıbsa, bu zaman şəxs heç bir yerə müraciət etmədən avtomatlaşdırılmış qaydada pensiya təyinatı həyata keçirilir və şəxsə 2006-cı ilin 1 yanvar tarixində 25 il sosial sığorta stajı güzəşt olunur. Və pensiya təyinatı həyata keçirilir. Bununla bağlı vətəndaşa SMS bildirici göndərilir ki, sizi pensiya yaşı münasibətilə təbrik edirik və pensiya məbləği də orada ətraflı qeyd olunur. Burada ola bilər vətəndaşın 2006-cı ilin 1 yanvar tarixinədək faktiki sığorta stajı 25 ildən çox ola bilər. Sizin qeyd etdiyiniz kimi bunu əmək kitabçası üzrə və yaxud əmək kitabçası yoxdursa, arxiv arayışı və ya işə götürənin arayışı ilə təqdim edə bilər və bu zaman vətəndaşın əgər 2006-cı ilin 1 yanvar tarixinədək faktiki sığorta stajı 25-dən çoxdursa, pensiya məbləği yenidən hesablana bilər. Və bir müraciəti qeyd etdiniz, hara müraciət edə bilər, onunla bağlı qeyd edim. Vətəndaşlar avtomatlaşmış təyinat həyata keçirdikdən sonra əgər pensiya məbləğindən narazıdırsa və ya qeyd etdiyim hal vardırsa, bu zaman Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə və ya Bakı şəhər üzrə DOST mərkəzlərinə müraciət edə bilər. Bir sual verəcəm sizə. 2006-cı ilə toxunursunuz. Burada bir çox məsələlər var. Pensiya kapitalının toplanması ilə bağlı biz artıq məlumat əldə edə bilərik. Amma 2006-cı ildən hesablanır və bəzən belə bir sual da formalaşır ki, 2006-cı ilə qədər nə oldu? Silindi mi bunlar? Və yaxud əmək kitabçasından danışırsınız. Bəzən insanlar əmək kitabçasını almaqda çətinlik çəkirlər. Həm də hər hansı bir narazılıq yaranıb, narahatlıq yaranıb, əmək kitabçasını vermirlər, məsələni uzadırlar. Həmin işlərdə köməklik göstərə bilirsinizmi ki, rahat bir şəkildə işləyib və o əmək kitabçasını məlumatları ala bilsin? Bəli, mütləq ki, burada dediyiniz hallara uyğun qanunvericiliyin özünün tənzimləmələri var ki, məhz vətəndaşı əmək kitabçası təqdim etmədikdə alternativlər var ki, işə götürən arayışı təqdim oluna bilər və arxiv arayışı təqdim oluna bilər. Bütün bunlar eyni qaydada təqdim olunub vətəndaş iş stajını faktiki təqdim edə bilər. 2006-cı ilin 1 yanvar tarixinədək toxundunuz, o mövzu ilə bağlı ətraflı məlumat verin. Bildiyiniz kimi vətəndaşların sığorta stajının pensiya məbləğinin hesablanmasında iki mərhələ üzrə 2006-cı ilin 1 yanvar tarixinədək sığorta stajı pensiya kapitalına çevrilir
2006-cı ilin 1 yanvar tarixindən sonraki dövr üzrə fərdi uçot məlumatlar, yəni bunların elektron bazası olduğuna görə 2006-cı ilin 1 yanvar tarixindən sonraki dövr üzrə biz birbaşa onu elektron məlumat olaraq görürük. Amma 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövr üzrə biz kağız daşıyıcıda sənədlər, əmək kitabçası, o yoxdursa arxiv arayışı, işə götürən arayışı. Yəni silinmir. Heç bir halda silinmir və bu sənədləri təqdim edilir və bu sənədləri təqdim etdikdən sonra 2006-cı ilin 1 yanvar tarixində yoğun dövr üzrə sığorta stajı pensiya kapitalına çevrilir və bayaq qeyd etdiyiniz 2006-cı ilin 1 yanvar tarixindən sonraki dövr üzrə fərdi hesabda qeydə alınan pensiya kapitalı toplanılır və pensiya məbləği bu qaydada hesablanır. Siz rahat bir şəkildə deyirsiniz. Mən sizə dediklərinin hər birini qəbul etməyə çalışıram ki, rahat bir şəkildə o məlumatları qəbul edeyim. Çünki doğrudan da bir çox məqamlar olur. Bizə də sual verirlər ki, bu mövzu ilə bağlı fikir bildirmək lazımdır. Bu mövzu bizi narahat edir. Ona görə bax, o 2006-cı il idi. Ünvanlı sosial yardıma gəlib çatırıq. Siz də salamlayırıq. Xoş gəldiniz, səfa gətirmişsiniz. Ünvanlı sosial yardım kimlərə şamil olunur? Hansı prinsiplər əsasında təqdim olunur? Bax, bununla bağlı müraciət qaydaları necə aparılır, necə olmalıdır? Bu ilə bağlı məlumat verin, sonra gələcək əsas məsələlərə. Çox sağ olun, minnətdaram. Ümumiyyətlə, ünvanlı dövlət sosial yardım əsasən 2 normativ hüquqi aktla tənzimlənir. Bunlardan biri ünvanlı dövlət sosial yardım haqqında Azərbaycan Respublikasının qanunu, digəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı qərarıdır. Ümumiyyətlə, ünvanlı dövlət sosial yardım nədir? Ünvanlı dövlət sosial yardım az təminatlı ailələrə dövlət tərəfindən verilən pul yardımıdır. Bəs burada az təminatlı ailə kimlərdir? Az təminatlı ailələr, ailənin orta aylıq gəlirləri hər bir ailə özü üçün ehtiyac meyarı məcmusundan aşağı olan ailələr az təminatlı ailələr hesab olunurlar. Və qanun 3-cü maddəsinə əsasən ailənin gəlirləri onlardan asılı olmayan səbəblərdən hər bir ailə özü üçün ehtiyac meyarından aşağı olan ailələr yardım üçün müraciət edə bilərlər. Bununla bağlı hüquqları yaranır. Müraciət necə olur? Müraciət çox rahat və sadədir. Belə ki, müraciət etmək üçün ilk növbədə təmsilçi qismində ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli ailə üzvü təmsilçi qismində çıxış edir. Bununla bağlı deməli icra hakimiyyəti orqanının ərazi nümayəndəliyi ilə ailə tərkibi haqqında arayış alır və bu arayış notarial qaydada təsdiq olunduqdan sonra ərizə bəyannamə verilir. Və həmin ərizə bəyannamə digital loqun vasitəsilə ərizə bəyannamədə qeyd olunan məlumatlar da digital loqun vasitəsilə müraciət olunur. Digital loqun vasitəsilə hal-hazırda bilindiyi kimi yerli icra hakimiyyəti və Mərkəzi İcra Hakimiyyətinin 140-dan çox elektron rəqəmsal xidmətə keçidi təmin etmişdir və ötən ildən də sosial yardım sahəsində də müraciətlər digital loqun vasitəsilə qəbul olunur. Ünvanlı sosial yardımdan danışırıq. Bunlar mərhələli şəkildə varmı? Mərhələli şəkildə? Bəli, bu əsasən bu 2 mərhələdə olur. Qeyd etdiyim digital loqun vasitəsilə ailə Nazirliyin saytından sosial.gov.az saytına və yaxud da ki, elektron hökumət portalından sosial yardıma müraciət edilməsi bölməsinə daxil edərək cavab təsdiqlənir. Və yaxud nələrə daha çox diqqət yetirilir. Və mən bilirəm ki, indi hər ünvanlanan məktublara da cavab verir, müsbət cavablar verilmir. Hansı hallarda imtina da gəlir? İmtina halları qeyd etdiyim Nazirlər Kabinetinin 37 saylı qərarının 3.7-ci bəndində qeyd olunan hallarla bağlı olur. Buna imtina halları bir çox ola bilər. Tutaq ki, ailə tərkibində olan uyğunsuzluqla bağlı ola bilər, ailənin gəlirləri ilə bağlı ola bilər, ailənin istifadəsi nəqliyyat vasitəsi ilə bağlı ola bilər. Və bunlarla bağlı imtina səbəbləri var. Ümumiyyətlə isə ailə sosial yardıma elektron formada müraciət etdikdən sonra sistem tərəfindən sorğulanır. 19 qurum tərəfindən bir müraciətlər sorğulanır. 19 qurum bir yerdə rəy bildirirlər. Bəli, onların informasiya sistemi ilə uzlaşdırılaraq məlumatlar yoxlanılır və bu məlumatlarda uyğunsuzluq aşkar edilməzsə və imtina halı müəyyən edilməzsə, bu zaman ailənin belə deyək, ünvanda maddi məişət aparmasına bağlı elektron sistem tərəfindən tapşırıq göndərilir. Bir sual məndə formalaşır. Təbii ki, indi bunu bilənlər bilirlər. Ona görə bizim üçün maraqlıdır ki, bilməyənlərə də bu məsələni ki, bir dəfəlikdirmi bu? Yoxsa ay ərzində, illikdir və yaxud hansı müddət ərzində bu sosial yardım təqdim olunur? Sosial yardım bir il müddətinə təyin olunur və yardımın müddəti bitdikdən sonra ailələr yenidən müraciət etmə hüququna malikdirlər. Bir dəfə ala bilirlər, yoxsa müraciət etsələr yenidən? Orada bir say məhdudiyyəti yoxdur. Yəni müraciət etdiksə ailə müraciətlərinə baxılır. Çox maraqlı mövzudur. Yox, suallarım bitmədi əslində. Çünki ünvanlı sosial yardımdan danışırıq və təbii ki, ünvanlı sosial yardımla bağlı danışarkən burada az təminatlı ailələr də var. Yaş kateqoriyası varmı pensiya kimi? Məsəl üçün, müxtəlif yaşlardan sonra yalnız müraciət edilir. Xeyr, orada heç bir yaş kateqoriyası yoxdur. Sadəcə olaraq burada əsas məsələ ailənin tərkibi və ailənin gəlirlərinə nisbətən hesablanır. Çünki belə deyək, sosial yardım məbləği belə hesablanarkən ailənin gəlirləri
gəlirləri ilə ehtiyac meyarı məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ona uyğun təmin olunur. Bəli, yəni əgər ailənin qeyd etdiyim kimi imtina səbəbləri yoxdursa, bu zaman ailə və gəlirləri ehtiyac meyarını aşmırsa, bu halda yardımına baxılır və buna uyğun qərar verilir. Biz yavaş-yavaş verilişimizin sonuna yaxınlaşırıq. Amma Aytacın bir sualı var. İstəyərdim onu da qısa olsa da cavablandıraq. Pensiya ilə bağlı, çünki bu sual çox ünvanlanmışdı. Bəs mənim əmək stajım yetmirsə, həyat yoldaşımın amma haqqı artıq pensiya yaşı çatmışdısa, mən onun pensiyasından yararlana bilərəmmi? Və mən hal-hazırda heç bir iş imkanım yoxdur artıq yaşımla bağlı. Biz bilirik ki, əgər kim daha çox pensiya alırsa, o dünyasını dəyişirsə, o həyat yoldaşının adına keçə bilər. Ailə üzvləri arasında deyil, həyat yoldaşı. Həyat yoldaşı. Bəli, belə başa düşdüm. Ailə başçıdırmaya görə pensiya növünə bağlı qeyd edirsiniz. Bəli, əmək pensiya haqqında qanuna uyğun olaraq 3 pensiya növündən biri də ailə başçıdırmaya görə pensiya növüdür. Bu halda, məsələn, həyat yoldaşına münasibətdə pensiya yaş həddinə çatmışdırsa, bu kişilər üçün 65, qadınlar üçün 64 yaş həddidir və ya orqanizm funksiyalarının 61-100% pozulması ilə əlaqədar 50-yi müəyyən edilmişdir. Qanunvericinin köhnə normalları ilə desək, yəni birinci, ikinci dərəcə 50 müəyyən edilmişdirsə, bu iki şərtdən biri vardırsa və həyat yoldaşı pensiya alıb vəfat edib və ya pensiya almadan vəfat edib və vəfat etdiyi tarixi əmək qabiliyyətli yaş dövrünün hər tamamı üçün 4 ay sığorta stajı vardırsa, bu halda həyat yoldaşı və eyni zamanda valideynləri də bu şərtlərlə vəfat edənin pensiya hüququndan istifadə edə bilər. Əlbəttə, burada baxılır, həmin şəxsin düşən pensiya məbləğləri müqayisə olunur şəxsin öz göstəricilərinə görə və vəfat edənə münasibətdə. Elə hal ola bilər ki, şəxsin ümumiləşdə sığorta göstəriciləri olmasın, işləməsin. Bu halda da yenə bilməli olaraq qeyd etdiyim şərtlər çərçivəsində vəfat edənin pensiya hüququndan, vəfat edən ailə başçısına düşən pensiya məbləğindən istifadə edə bilər. Sual yarandı. İndi məsəl üçün bu mövzu ilə bağlı sual verə bilmədi. Hara müraciət etsinlər? Qısa. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinə və ya dost mərkəzlərinə müraciət edə bilərlər və bir halda qeyd edim ki, ümumilikdə əmək pensiyalarının məlumat bazalarında kifayət qədər həmin məlumatları müəyyən etmək mümkün olduqda elektron təyinat həyata keçirilir. Bu olmadıqda müraciət edib dost mərkəzlərinə və ya Dövlət Sosial Müdafiə Gedin, dost mərkəzlərinə gedin, orada güllər üzrə qarşılayacaqlar və qısa zaman ərzində probleminiz həll olacaq və sizə doğru düzgün istiqamət göstərəcəklər. Çox sağ olun gəldiyiniz üçün. Minnətləri xatırladaq ki, qonaqlarımız Sahir Əslanov, Pensiya Təminatı Departamentinin şöbə müdürü, Elmin Əliyev, Sosial Ödənişlər Departamentinin aparıcı mütəxəssisi. Minnətdarıq ki, gəldi, suallarımızı cavablandırdınız. Bilirəm ki, bir çox suallar var ki, bunu da eşitmək istəyirsiniz, amma buna baxmayaraq, əziz tamaşaçılarımız, mütəmadi olaraq bu mövzular ətrafında danışacaq, qonaqlarımızı dəvət edəcəyik və yavaş-yavaş verilişimizin sonuna gəlib çatdıq. Bəli, bugün keyfimizin də sonuna gəlib çatdıq və düşünürəm ki,